Əziz izləyicilərimiz, salam əleykum. Yumruq Mediada bir daha sizləri xoş gördük. Bildiyiniz kimi bizim müxtəlif ölkələrdən və beynəlxalq səviyyədə qonaqlarımız olur və son olaylar və müharibə ilə əlaqədar bütün siyasi təhlilləri müxtəlif prinsiplərdən və müxtəlif baxışlardan digər ölkələr və millətlərin də baxışlarından araşdırır. Çoxlarını soruşurdunuz ki, Livanda nə hadisələr baş verir? Livanda cəbhənin durumu nədir və çoxlu suallarınız var idi. Ona görə də bugün əziz qonağımızdan Doktor Cəmal Birri, media fəalı və siyasi təhlilçi xahiş eləmişik və dəvətimizi qəbul ediblər, studiyamıza hazırlar. Salam aleykum Üstad, مرحبا بكم بالاستوديو. نحن مفروحين جدا لحضوركم هنا. Əhlə və mərhaba bikum, Ustad Muhammed. Xoş gördük Ustad Məhəmməd. Sizi və Azərbaycanın əziz xalqını salamlayıram. Bizim izləyicilərimizin çoxlu sualları olur və xüsusən də bu savaş haqqında və bu savaşdan öncəki olan olaylarla əlaqədar olur. Bu sualları sizdən soruşmamışdan öncə gərək belə deyək ki, Tufanul Əqsa, yəni 7 oktyabrdan biz gördük ki, Livan hökuməti çox güclü şəkildə müharibəyə daxil oldu və düşmənə çox ağrıdıcı və sarsıdıcı zərbələr endirdi və nəticədə onları çox böyük ziyanlara üzləşdirdi. Amma qarşı tərəfdə də həqiqət budur ki, Livan haqsevərləri belə özləri də ağır zərbələr aldılar və onlar da böyük itkilər verdilər, böyük komandirlər və böyük şəxsiyyətlər şəhid oldu. Və ondan sonra gördük ki, həm daxili Livanın daxilində dövlət vasitəsilə və xaricdən də digər ölkələr və beynəlxalq səviyyədə də Livan hökumətinə qarşı təzyiqlər artdı və onları bir tərəfli atəşkəsə məcbur etdilər. Və bu atəşkəsin də nəticəsində neçə min dəfə, 10 neçə ay ərzində atəşkəsin pozulmağına şahid olduq və Livan hökuməti tərəfindən də heç bir cavab alınmadı. Yəni, böyük komandirlər hətta hökumətin rəhbərinə qədər şəhid oldu və dəfələrlə, min dəfələrlə atəşkəs pozuldu, amma heç bir cavab alınmadı. Çoxları dedilər ki, artıq Livan hökuməti tükənib və əvvəlki kimi olmayıb və çox zəifləyib və hətta bəziləri məhv olduğunu iddia etdilər düşmən tərəfindən. Və bu da səbəb oldu ki, dostlar və sizə sevənlər və sizin üçün uzaqdan dua edənlər və sizi izləyənlər və hökuməti dəstəkləyənlər də hökumətin gələcəyi haqqında düşünməyə başladılar və qorxdular ki, necə olacaq bunun gələcəyi. Və amma bu savaşda, yəni Ramazan müharibəsinin başlamağı ilə Livandan biz böyük bir hücumun şahid olduq, güclü hücumun şahid olduq, yeni taktikalar və yeni sürprizlərlə daxil olduq və həmən o məğlub olunmuş simanı bir qələbə çalmış və şanlı bir sima ilə dəyişə bildi. Bu haqda istəyirdim ki, fikirlərinizi bizə deyəsiniz. Bismillahirrahmanirrahim. Nahnu fil bidaya linuqaddim lamha tarixiyyə hawla al-kiyan as-suhyuni. Bismillahirrahmanirrahim. Biz əvvəlcə Siyonist rejim haqqında qısa tarixi bir baxış təqdim etmək istəyirik. Bildiyiniz kimi bu rejim məşhum Balfour vədi nəticəsində yarandı. Yəni əslində Fələstində Yəhudi dövləti qurulmalı olduğu elan edildi. Bu layihələr çox qədimdir. Əvvəlcə Britaniyada başladı, sonra isə Amerika, xüsusilə oradakı evangelist Siyonist cərəyan bu Siyonist layihəni himayə etdi. Xüsusilə Livanın Siyonist rejimlə yaşadığı əzablar çox qədimdir. Hələ 1948-ci ildən, yəni İran İslam inqilabından əvvəl, hər hansı müqavimət hərəkatı yaranmamışdan, hətta Fələstin müqavimətindən də əvvəl, Cənubi Livanda Hula kəndi kimi yerlərdə qətliamlar törədilmişdi. Bu da İsrailin bölgədə, xüsusilə bizim bölgədə və Cənubi Livanda olan tamahından qaynaqlanırdı. Bildiyiniz kimi, İsraillər siyasi səviyyədə daim deyirlər ki, İsrail Nil çayından Fərat çayına qədərdir. Yəni, Nil çayından Fərat çayına qədər olan ərazilər nəzərdə tuturlar. Və biz də bu böyük talmudçu şeytani layihənin içindəyik. Buna görə də Livanın çəkdiyi əziyyət çox qədimdir. Bildiyiniz kimi, ordunun vəzifəsi sərhədləri qorumaqdır. Bəs insanları kim qoruyacaq? Dövlət anlayışında ordunun vəzifəsi düşməni dəf etmək, sərhədləri qorumaq və işğalçıları çıxarmaqdır. Amma əslində Livanda bu yox idi. Çünki Livan ordusu uzun illər İsrail işğalına qarşı heç bir ciddi rol oynamırdı. Buna görə də torpaq sahiblərinin, Cənubi Livan övladlarının, hətta Bəqa bölgəsindən olan gənclərin ayağa qalxıb işğala qarşı müqavimət göstərməsi və işğalçıları qovmaq istəməsi tam təbiidir. Bütün beynəlxalq qanunlar və şəriətlər də deyir ki, torpaq sahiblərinin işğalçılara qarşı müqavimət göstərmək haqqı var.
Bunun çox nümunələri var. Fransa inqilabı, Vyetnam və başqa müqavimət hərəkatları işğalçıları çıxarmaq üçün yaranmışdı. 1980-ci illərin əvvəlində İmam Musa Sədrin qeybə çəkilməsindən sonra, Allah onu qorusun, hansı ki mərhumlar hərəkatını qurmuşdu, İsrail işğalına qarşı mübarizə çağırışları yüksəlməyə başladı. Musa Sədr keçən əsrin 70-ci illərində deyirdi ki, İsrail qəsbkar dövlətdir, İsrail mütləq şərdir və onunla münasibət haramdır. Ona dişlərinizlə, dırnaqlarınızla qarşı çıxın. Bu sözlər yayılırdı. O dövrdə Fələstin müqaviməti var idi və sonra Livana gəldi. Amma Siyonist təhlükə davam edirdi və nəticədə təhlükəsizlik zolağı adlanan formada Cənubi Livanın bir hissəsini işğal etdilər. Ondan əvvəl də Livanı işğal edib Beyruta qədər gəlmişdilər. Bu təcavüzü dəf etmək üçün müqavimətdən başqa çıxış yolu yox idi. Bu məsələdə bir çox partiyalar iştirak etdi. Milli, solçu və başqa partiyalar, həmçinin Əməl Hərəkatı, Kommunist Partiyası və digərləri də bu müqavimətdə yer aldı. Daha sonra isə İslami müqavimət ayrıca formalaşdı və Livanı Siyonist işğalından azad etmək layihəsini öz çiyinlərinə götürdü. İran İslam inqilabından sonra isə İslam inqilabı Fələstin və Livandakı müqavimət hərəkatlarını dəstəklədi. Bu məsələ mərhum İmam Xomeyni üçün də, ondan sonra şəhid İmam Xamenei üçün də həlledici idi. Müqavimət bu layihəni daşıdı və 1980-ci illərdən başlayaraq qəhrəmancasına əməliyyatlar görünməyə başladı. Allahın yardımı, iman, zəhmət və gizlilik sayəsində bu əməliyyatlar davam etdi və nəhayət 2000-ci ilə çatdıq. Bildiyiniz kimi, əmin vaxt azadlıq baş verdi və Siyonist rejim heç bir razılaşma olmadan Cənubi Livandan qaçdı. Və işğalçı rejim qaçdı. Bu əziz Cənub Siyonist işğalının murdarlığından azad edildi. Onunla birlikdə orada olan İsrail agentləri də qaçdı. Məsələn, Ləhd ordusu, Səad Həddad və digərləri. 2000-ci ilin qələbəsindən sonra İslami müqavimət bu tarixi zəfəri qeydə aldı və onu hamıya həsr etdi. Bildirdi ki, bu qələbənin bənzəri yoxdur və məğlub edilməz İsrail ordusu, Yaxın Şərqin ən güclü silahlı qüvvəsi hesab edilən ordu əslində məğlub edilə bildi. Bundan sonra 2006-cı ildə də 33 günlük müharibədə, Təmmuz savaşında ikinci qələbə əldə olundu. Bütün itkilərə, bombardmanlara, Livanın infrastrukturunun dağıdılmasına, ön cəbhədəki kəndlərdən tutmuş Bəqa, Beyrut və Dahiyəyə qədər edilən hücumlara baxmayaraq, İslami müqavimət ikinci zəfəri qazandı. Şəhid Seyid Həsənullahın, Allah onun məqamını ucaltsın, məşhur sözü vardı. İsrail hörümçək torundan da zəifdir. Bu söz İsrailin şuurunda və şuur altında dərin iz buraxdı. Həmin vaxtdan etibarən müqavimət artıq təkcə yerli bir güc deyil, regional bir tənlik oldu. İslami müqavimətin və Hizbullahın adı media məkanında, minbərlərdə, BMT-də və müxtəlif beynəlxalq platformalarda çəkilməyə başladı. Düşmən isə daim bu müqavimətləri necə məhv etmək barədə düşünürdü ki, öz genişlənməçi, işğalçı və əvəzləyici layihəsini həyata keçirə bilsin və açıq şəkildə danışdıqları Böyük İsrail dövlətini qura bilsin. Bunun nəticəsində isə Böyük Yaxın Şərq layihəsi, yəni əslində İsrail dövrünə keçid baş versin. Daha sonra müqavimət insan resurslarını və hərbi imkanlarını inkişaf etdirməyə davam etdi. Çünki bilirdi ki, Siyonist düşmən öz layihəsindən vaz keçməyəcək, daim plan quracaq, hiylə işlədəcək və fürsət gözləyəcək. Bu vəziyyət Tufanul Əqsa əməliyyatına qədər davam etdi. Fələstin hökumətinin rəhbərləri elan etdilər ki, bizim mübarək Tufan adlandırdığımız bu əməliyyat həmin böyük layihənin ayrılmaz bir hissəsidir və məqsəd işğalı sona çatdırmaq, müqəddəs məkanları azad etməkdir. Təbii olaraq Fələstin cəbhəsinə və müqavimətinə dəstək vermək vacib idi. Bu həm əxlaqi, həm dini, həm də insani bir vəzifədir. Yəni düşüncəyə görə zülmə məruz qalan qardaşına yardım etməlisən. Sizə nə olub ki, Allah yolunda və zəif salınmış insanlar uğrunda döyüşmürsünüz? Bu əqidəvi, iman və şəriət məsələsidir. Beləliklə, hamınızın eşitdiyi dəstək cəbhəsi açıldı. Bu güclü və qüdrətli bir cəbhə idi. Həqiqətən də Fələstin müqavimətinə dəstək verdi, çox mühüm nəticələr əldə etdi və İsrailə ciddi zərbələr vurdu. Bundan sonra bildiyiniz kimi düşmənin vəhşi planlarında texnoloji üstünlük məsələsi var idi. Bir növ nüfuz etmə və sair məsələlər mövcud idi. Onların peykləri var idi, casusları var idi, kəşfiyyatları var idi. Daha sonra hədəflərin müəyyənləşdirilməsi və digər məsələlərdə süni intellekt də işə daxil oldu. Və müqavimət rəhbərlərinə qarşı hədəfli hücumlar başladı. Müqavimət isə təbii olaraq cavab verirdi, ta ki sonradan rəhbərlərin şəhadətinə qədər. İslami müqavimət ən böyük qurbanları verdi və döyüşü davam etdirdi. Bu qurbanların ən böyüyü isə şəhid Seyid Həsənullahın,
Allah onun məqamını ucaltsın təqdim olunması idi. Ondan sonra isə onun yerinə gələn baş katib Seyid Haşimi də şəhid oldu. Hamı düşünürdü ki, müqavimət artıq bitdi və rəhbərlərin öldürülməsi ilə hər şey sona çatacaq. Amma biz hamıya xatırladırıq ki, Hizbullahın baş katibi Seyid Abbas Musəvi şəhid ediləndə, İsrail onu helikopterlərlə, həyat yoldaşı və oğlu ilə birlikdə qətlə yetirəndə hamı elə düşünmüşdü ki, başı kəssək hər şey bitəcək. Amma bir rəhbərin ardınca başqa rəhbər gəldi, bir salihin ardınca başqa salih gəldi. Çünki müqavimət xətti adi bir xətt deyil. Bu xətt xalqın vicdanından, xalqın şuurundan və işğalçını qovmaq iradəsindən qidalanır. Müqavimət davam etdi və nəhayət Ulilbəs savaşına çatdıq. Bu çox şiddətli bir müharibə idi. Düşmən həm müqaviməti, həm də onun sosial mühitini məhv etmək istəyirdi. Cənuba, Bəqa bölgəsinə, Beyruta və bir çox yerlərə ağır hücumlar edildi. Hətta köçkünləri də təqib etdilər. Buna baxmayaraq müqavimət davam etdi və sonda müəyyən bir razılaşma əldə olundu. O vaxt müqavimətə deyildi ki, artıq rahat olun, biz diplomatik yolla istədiyimizi əldə edəcəyik, düşməni işğal etdiyi 5 nöqtədən çıxmağa məcbur edəcəyik və məsələ bitəcək. Müvafiq tənzimləmələr aparılacaq. Düşmən yenidən bombardman və qətillər törətməyəcək. Müqavimət rəhbərliyi də düşünürdü ki, diplomatiya üçün bir fürsət var və bu yolla məqsədə çatmaq olar. Həqiqətən də müqavimət Livan ordusu və UNIFIL qüvvələri ilə əməkdaşlıq etdi. Litani çayının cənubunda izləmə və koordinasiya vəziyyəti yarandı. Hamı gördü ki, Livan ordusu bölgədə yayılır. Bəzən burada və orada silah yerləri axtarırdı. Müqavimət isə əməkdaşlıq edirdi. Məqsəd Livan ordusunun cənubda yerləşməsi, bunun nəticəsində sabitlik və təhlükəsizliyin yaranması idi. Bu da cənubluların istədiyi məsələ idi. Amma hamımız təəccübləndik. Çünki ilk gündən etibarən Livandakı İslami müqavimət razılaşmaya sadiq qaldığı halda, amma düşmən razılaşmaya əməl etmədi və hücumlar davam etdi. Sonradan məlum oldu ki, Amerika ilə İsrail arasında bir razılaşma varmış və onların ifadəsi ilə özünü müdafiə etmək və ya təhlükə adı altında düşmənə sərbəst hərəkət imkanı verilmişdi. Baş verəndə məhz bu oldu. Müqavimət razılaşmaya sadiq qaldı, amma biz hər gün bir Livanlı gənci, bir ailəni itirirdik. Burada bir ev bombalanırdı, orada başqa bir ev vurulurdu. Müqavimət isə səbr edir, bir fürsətdən sonra başqa fürsət verirdi. Təəssüf ki, Livanda öz vəzifəsini yerinə yetirməyən bir hakimiyyət var. Biz həmişə deyirik, suverenlik necə parçalanmış ola bilər? Suverenlik bütöv olmalıdır. Mən necə suverenlik iddia edə bilərəm ki, Cənub hələ də əziyyət çəkir? Cənub hələ də pozulur, insanları öldürülür, evləri partladılır və bombalanır. Buna görə də müqavimət səbr edir, yenə və yenə fürsət verirdi. Dünya isə baxır və soruşurdu. Niyə müqavimət cavab vermir? Bunun səbəbi yaralara dözmək və diplomatik prosesə fürsət vermək idi ki, sonradan siz diplomatik yolu dağıtdınız deməsinlər. Livanda Mexanizm Komitəsi adlı bir qurum da var idi. İçində Amerikalı, Livanlı və Fransız nümayəndələr vardı. Amma bu komitə bizə heç nə vermədi və həqiqi atəşkəsə heç kim zəmanət vermədi. Hər gün havadan bombardman olurdu. Təyyarələr burada-orada hücum edir. İnsanlar və mülki şəxslər yollarda öldürülürdü. Hər gün Aviçay Adrayının xəbərdarlıqları gəlirdi. Bu ərazini boşaldın, oranı vuracağıq. Bəhanə isə həmişə eyni idi. Burada Hizbullahın infrastrukturu var və ya orada hərbi fəaliyyət mövcuddur. Nəhayət, Ramazan müharibəsi adlandırılan son savaş baş verdi. Ondan əvvəl müqavimət dəfələrlə cavabı təxirə salmışdı. Çünki artıq 500-dən çox şəhidimiz vardı, yaralılar və dağıdılmış evlər vardı. Müqavimət uyğun zamanı gözləyirdi. Bu müddətdə çoxları düşündü ki, müqavimət bitib və ya zəifləyib. Hətta Livandakı rəqiblərin xəyanətinə, müqavimətə qarşı aparılan çılğın kampaniyalara və təhqirlərə də dözdü. Siz Livanı dağıtdınız, siz xarici dövlətlərin əlisiz və sair kimi ittihamlar edilirdi. Amma əslində, müqavimət özünü yenidən qururdu. Özünü toparlayır, məsələləri yenidən təşkil edir. Amma bunu gizli və səssiz şəkildə edirdi. Bu həm də düşməni aldatmaq idi. Düşmən elə zənn etmişdi ki, hər şey bitib. Netanyahu belə deyirdi ki, Hizbullah cibimdədir və s. Amma Livanda ilk raketlər Livanı və xalqını müdafiə etmək üçün atılanda, həmçinin şəhid rəhbər İmam Xamineynin qanının intiqamı olaraq, düşmən elə düşündü ki, Hizbullah tələyə düşüb və bombardmanlara başlayıb. Onların əvvəlcədən hazırlanmış bir planı var idi. Pacer əməliyyatlarından sonra
çoxlu mülki şəxslərin və başqalarının öldürülməsindən sonra, həmçinin bir çox komandirin şəhid edilməsindən sonra elə zənn etdilər ki, müqavimət zəifləyib. Əlbəttə, Hizbullah bu yaraları daşıdı, amma müqavimət, dediyim kimi, ürəyin döyüntüsü kimidir. Yaralara, ağrılara, zərbələrə və rəhbərliyin bir hissəsini itirməsinə baxmayaraq, davam edir. Bundan sonra həmin əməliyyat baş verdi. Müqavimət əvvəldən demişdi ki, əgər mərciyə və ya vilayəti fəqihə qarşı hər hansı hücum olsa, bizim cavabımız olacaq. Və həqiqətən də belə oldu. İsraillər çoxlu bombardmanlar həyata keçirdilər. Mülki insanları köçürdülər, xüsusilə Cənubi Livanda. Çayın cənubundakı kəndlərdən insanları çıxardılar. Daha sonra isə çayın şimalına qədər bu proses davam etdi. Hizbullah zəifliyi fikri yayılmışdı. Amma sonradan məlum oldu ki, bu düşüncə tamamilə çöküb. Burada hikmətli bir idarəçilik və düşməni təəccübləndirmək üçün göstərilən səbr var idi. Şəhid Seyid Həsənullah həmişə deyirdi, bizdən sürprizlər gözləyin. Həmin sürpriz də məhz bu oldu. Buna görə hamı dedi ki, müqavimət həm dostu, həm də düşməni aldatdı. Əslində bu dostu aldatmaq deyildi. Sadəcə işlərinizi gizliliklə həyata keçirin prinsipinə əməl olunurdu. Müqavimət əməliyyatlara başladı, amma Livanda hakimiyyət, səfirlik şiyələri, Amerikaya bağlı qüvvələr və normallaşmanı təbliğ edənlər tərəfindən çılğın kampaniya başladıdı. Buna baxmayaraq, müqavimətçilər məqsədlərinə çatmaq üçün bütün bunlara dözdülər. Nəticədə düşmən özü tələyə düşdü. Müqavimət və onun cəsur gəncləri əvvəlcədən yaxşı hazırlıq görmüş, bu düşməni məğlub etmək üçün plan qurmuşdular. Strategiya həmişə düşmənə ən böyük insan və texnika itkisini yaşatmaq idi. Bugün biz görürük ki, düşmən müqavimətin əməliyyatlarından əziyyət çəkir. O artıq taktikasını dəyişib və hətta partizan müharibəsinə bənzər üsullara qayıdıb. Bu vəziyyət bütün ölçüləri dəyişdirdi. Yeni Yaxın Şərq layihəsi və Yəhudilərin Cənubi Livanda məskunlaşma arzuları yavaş-yavaş puça çıxmağa başladı. يعني نستطيع أن نقول أن كانت صبر استراتيجي ليست من الضعف أو من الخوف. يعني هذا الذي ظهر عندما كانت تصبر يعني Müqavimət yaralara dözərkən və özü haqqında müəyyən görüntü yaradarkən, əslində düşməni təəccübləndirmək üçün hazırlıq görürdü. Və həqiqətən də belə oldu. Bugün İslami müqavimətin gəncləri, bunu dırnaq içində deyirəm, onların çoxu mühəndisdir. Onlar adi insanlar deyillər. Onların arasında doktorlar da var, ali təhsil sahibləri də. Əslində onlar adi insanlar deyillər. Onlar savadlı, təhsilli bir təbəqədilər. Bəziləri elə düşünür ki, bunlar sadəcə kasıb insanlardır və silah götürüblər. Xeyr, onların çoxu imkanlı insanlardır. Amma onlar öz davalarına iman gətiriblər. Onlar Heydəri və Hüseyni ruh daşıyan insanlardır. Şəhid İmad Muğniyə deyirdi ki, əslində döyüşən ruhdur, silah isə sadəcə bir vasitədir. Bu da onlara qarşı bacardığınız qədər güc hazırlayın prinsipinə əsaslanır. Bugün Hizbullahın göstərdiyi güc də məhz budur. Baxmayaraq ki, burada və orada hədəf alınır, yenə də düşməni çaşdırmağı və bütün tənliyi dəyişməyi bacardı. Şükran. Bəzi təzyiqlər var, biz şahid oluruq ki, Avropa, Amerika və İsrail başda olmaqla və təəssüf olaraq ki, bəzi ərəb ölkələri də Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi daxil edilir. Yəni gətirirlər Livan dövlətinə və xalqına ki, sizin bir ölkə olaraq qalmağınız və sizin sivilizasiyasının qalmağın bir yolu var və o da odur ki, yəni haqsevər cəbhələr o silahlarını təhvil versinlər. Və belə bir sual hallandırırlar və deyirlər ki, əgər oradakı haqsevər cəbhələr və müqavimət dəstələri öz xalqlarını və öz vətənlərini sevirlərsə, niyə bu silahlarını təhvil vermirlər, yerə qoymurlar və bu savaşı sona çatdırmırlar? Əslində burada böyük bir məntiq oyunu var. Axırda müqavimətçini necə silahsızlaşdırmaq olar? İşğal davam etdiyi halda, işğalçıya qarşı çıxmaq əvəzinə gedib beynəlxalq qurumlara şikayət edirlər. Təhlükəsizlik şurasının toplanmasını istəyirlər. Halbuki onun vəzifəsi təhlükəsizlik və sülhü təmin etməkdir. Burada işğal edən də var, işğala məruz qalan da. Qarşımızda İsrail işğalı var. Müqavimətim isə hər kəs bilir ki, özü bir reaksiyadır. Yəni işğalçı olmasa, müqavimət də yaranmaz. Təbii ki, İsrail müqavimətin silahını ala bilmədiyi üçün başqa vasitələrə əl atdı. Livan hakimiyyətinə təzyiq göstərməyə başladı. Ordu və başqa alətlər vasitəsilə müqavimətin silahını almaq istəyirdilər. Deyirdilər ki, əgər siz müqavimətin silahını alsanız, hər şey bitəcək və biz yenidən sülh quracağıq. 1980-ci illərdə 17 may razılaşması dövründə də belə olmuşdu. Livan prezidentlərindən biri təhlükəsizlik razılaşması imzalamışdı, amma sonradan həmin razılaşma ləğv edildi.
Livanın İsraillə onların istədiyi mənada sülh etməsi mümkün deyil. Çünki onların istədiyi şey normallaşmadır. Minlərlə şəhid var, işğal var. Livanın sularına və Cənubi Livana qarşı davamlı tamah var. Biz eşidirik ki, məskunlaşan İsraillər televiziyalara çıxıb deyirlər: burada yaşayış məntəqələri quracağıq, burada məskunlaşacağıq. Hətta biri çıxıb dedi ki, mənim babalarımdan biri Sayda şəhərində yaşayırdı. Biz Saydaya qayıtmaq istəyirik. Bunlar hər şeyi açıq şəkildə göstərir. Məsələ təkcə normallaşma məsələsi deyil. Bunların layihəsi və tamahı birdir. Bu böyük və açıq layihənin qarşısında duran əsas maneə isə silahın əlindən alınmaması və bu şeytani, talmudçu layihəyə qarşı duran azadlıqçı qüvvələrin ləğv edilməməsidir. Çünki onların məqsədi bölgəyə, o cümlədən Livana nəzarət etmək və böyük İsrail layihəsini həyata keçirməkdir. Bu oyunlar artıq heç kimi aldatmır. İsrail uğursuz olduqdan sonra Livan dövlətinə təzyiq göstərməyə başladı. Hamı bilir ki, hakimiyyət Amerika təzyiqlərinə boyun əyir. Xüsusilə ABŞ səfiri ora-bura təzyiq edir, amma heç kim bir söz demir. Bu da böyük problemdir. Cənub əhalisi buna görə əziyyət çəkir və soruşur: hanı suverenlik? Mən necə suverenlik iddia edə bilərəm ki, xaricdən bir səfir gəlib sənə göstəriş verir? Yaxud Barak kimi xüsusi nümayəndələr gəlib Livan haqqında qərarlar diktə edir. Müqavimət Livanın daxili məsələsidir. Xaricdən heç kim gəlib bizə nə etməli olduğumuzu diktə edə bilməz. Buna görə müqavimət həmişə deyirdi: gedib diplomatik işlərinizi görün, nə istəyirsiniz edin, amma əvvəlcə işğalçını çıxarın. Ondan sonra müqavimətin silahı barədə danışarıq. Müdafiə strategiyasını necə quracağımızı, özümüzü necə qoruyacağımızı müzakirə edərik. Müqavimət həmişə Livan ordusunun silahlandırılmasını tələb edirdi. Amma ABŞ daim Livan ordusunun silahlanmasının qarşısını alırdı. Sanki ordunun işi yalnız daxili polis olmaqdır. Onlar ordunun İsrailə qarşı Livanı müdafiə edəcək səviyyədə güclənməsini istəmirdilər. Halbuki Livan ordusu milli ordudur. Onun əskərləri bizim övladlarımızdır və biz onlarla fəxr edirik. Həmişə məşhur bir şüar vardı: ordu, xalq və müqavimət. Amma bəzi qüvvələr bunu ləğv etməyə çalışdı. Hökumət bəyanatlarından müqavimət anlayışını çıxarmaq istədilər. Bəziləri bu silahı qeyri-qanuni adlandırdı. Bəziləri isə milis dedi. Biz onlara deyirik: bu inad nə vaxta qədər davam edəcək? Gedin düşməni çıxarın, düşmənin silahını alın və hər şey bitsin. Biz xüsusilə Cənubi Livanda belə davam edə bilmərik. İmam Musa Sədr deyirdi ki, Livan gülərkən onun cənubunun ağrı içində qalması caiz deyil. Buna görə də cənubullar heç vaxt torpaqlarının işğalına, tapdalanmasına və ya hər hansı normallaşmaya razı olmazlar. Əslində bütün bu təzyiqlər dövlətə qarşı edilir. Son hökumət də çox təəssüf verici və rüsvayedici qərarlar verdi. Hətta bəziləri bunları utanc qərarları adlandırdı. Burada-orada silahsızlaşdırma qərarları qəbul edildi. Silah yalnız dövlətin əlində olmalıdır. Müharibə və sülh qərarını dövlət verir deyildi. Amma hansı sülhdən danışırlar? Hansı müharibə qərarından? İsrail özü qərar verir ki, nə vaxt hücum etsin, nə vaxt etməsin. Təcrübə hamıya açıq şəkildə göstərdi ki, İsrail nə razılaşmaya, nə də heç bir öhdəliyə əməl edir. O gəlir və işğal edir. Hamımız Camp Daviddən Oslo'ya qədər olan razılaşmaları gördük. Yol xəritəsi və digər planlar nə oldu? Amerika həqiqətən də ədalətli vasitəçi idimi? Əslində o, İsrailin tərəfdaşı idi. Bütün bunlar sadəcə aldatma və manipulyasiya idi. Bugün Fələstində vəziyyətə baxın. O vədlərdən nə qaldı? Belə bir vəziyyətdə necə olur ki, insanlar yenə də bu sözlərə inanmalıdır? Xalq arasında bir məsəl var. Bir dəfə ekskavatorun altında qalanın ağlı xarab olar. Yəni insan təcrübədən dərs çıxarmalıdır. Burada nə həqiqi sülh var, nə də normallaşma imkanı. Buna görə də bütün bu təzyiqlər müqaviməti və onun tərəfdarlarını dəyişmir. Cənubi Livanı İsrail işğalından azad etməyin yeganə yolu müqavimətdir. Yenə müqavimətdir və yenə müqavimətdir. من العدو الإسرائيلي هو المقاومة ثم المقاومة ثم شكرا. يعني يريدون أن يسلم سلاحه وهم مخالفون أن يجهز الجيش اللبناني بسلاح قوي صح؟ يعني الخطة كما يقال أنه Deyirdilər ki, plan budur. Livan ordusu bölgəyə yerləşsin. Doğrudur. Son dövrdə Livan ordusu cənuba yerləşdirildi. Amma düşmən daxil olanda ordu da köçkünlərlə birlikdə bölgəni tərk etdi. Öz mövqelərində qalmadı. Belə olan halda cənub əhalisi necə qorunduğunu düşünsün. Onlar öz gözləri ilə gördülər ki, heç kim onları müdafiə edə bilmədi. Buna görə də silahı təhvil vermək bir tələdir. Hamı bilir ki, İsrailin bir prinsipi var. Əli İsraillərin qanına bulaşmış hər kəs öldürülməlidir və harda olsa təqib olunmalıdır. Biz bilirik ki, onlar çoxlu Fələstinli rəhbərləri Maltaya və başqa ölkələrə qədər izləyib öldürüblər. Sabah da İsrail sizin üçün başqa bəhanələr uyduracaq. Bizim qarşı tərəf deyir ki, yeni bir mövqe var.
burada başqa bir obyekt var. Beyrutda filan yeri yoxlamaq istəyirik. İsrailin tələbləri heç vaxt bitmir. Onlar tarix boyu əhd pozmaları ilə tanınıblar. Hələ Peyğəmbər dövründən yəhudilərin əhd pozması məlum bir məsələdir. Belə olan halda, xüsusilə vasitəçi Amerika olduğu halda necə təslim olmaq olar? Bugün artıq birbaşa görüşlər də tələb edirlər. Amma müqavimət birbaşa danışıqlarla maraqlanmır. Əvvəllər olduğu kimi, yalnız dolayı danışıqlar vasitəsilə hüquqların əldə edilməsini qəbul edir. Təəssüf ki, hakimiyyət başqa istiqamətə gedir. Müqavimət mühiti, müqavimət tərəfdarları və Livandakı bir çox insan bu yoldan razı deyil və onu rədd edir. Onlar deyirlər ki, bu danışıqlardan hansı nəticə çıxsa belə, biz buna bağlı deyilik. Silah məsələsi onlar üçün müqəddəs müdafiə məsələsidir. Tarixdə çox nümunələr var ki, silahını təhvil verənlər aldadılıb və sonra düşmən tərəfindən məhv ediliblər. İraqda məşhur Speyker qətliamı buna nümunədir. Orada qəbilələrə və insanlara silahlarınızı təhvil verin dedilər. Onlar da təhvil verdilər. Sonra isə yüzlərlə gənc qətlə yetirildi. Belə nümunələr çoxdur. Buna görə də işğalçı mövcud olduğu və Livan üçün təhlükə yaratdığı müddətdə müqavimətçi silahını təhvil verə bilməz. Livanın müstəqilliyi və suverenliyi işğalçı İsrail ordusu mövcud olduğu müddətdə tam şəkildə həyata keçə bilməz. Çünki bu ordu işğalçı, təcavüzkar və qətliamlar törədən bir ordudur və hücumlarını davam etdirir. Bu çox önəmli məsələdir. Yəni mən belə anladım ki, müqavimət orada deyir ki, mən hazıram, ordunu da silahlandırım və silahını gücləndirim və bərabər cənubda vuruşaq və öz ərazi bütövlüyümüzə müdafiə edək. Amma onlar bunu da qəbul etmirlər və hal-hazırda da ordu cənubda yoxdur və müqavimət tək başına orada öz vətəninə müdafiə edir. Hamı gördü ki, Litani çayının cənubunda Livan ordusu ilə əməkdaşlıq ediləndə bəzi silahlar aşkar olunurdu və Livan ordusundan həmin silahları öz arsenalına qatmaq yox, məhv etməsi tələb olunurdu. Müharibədən əvvəl də belə idi. Bu əməkdaşlıq əsasında deyilirdi ki, Livan ordusu Cənubi Livana yerləşəcək və təhlükəsizlik təmin olunacaq. Əgər müəyyən mövqelər varsa, ordu onlarla özü məşğul olacaq. Bəzi yerlərdə silah tapılanda isə Livan ordusundan həmin silahları götürüb istifadə etməsi yox, onları partladıb məhv etməsi tələb olunurdu. Halbuki biz demişdik ki, Livan ordusunun silahlanmasına icazə verilmir. Əgər ordu bu silahlarla güclənsəydi, bu yaxşı bir şey olardı. Hətta bəzi xüsusi avadanlıqlar üçün də onların məhv edilməsi tələb edilirdi. Mən sizə dedim ki, təəssüf ki, Amerika Livan ordusunun İsrail üçün təhlükə yarada biləcək hər hansı silahlanmasına icazə vermir. Onların iddiasına görə, belə bir silahlanma İsrailə təhlükə hesab olunur. Belə bir reallıq qarşısında ordu insanları necə qoruya bilər? Üstəlik, dediyimiz kimi, hər hansı hücum zamanı ordu da köçkünlərlə birlikdə bölgəni tərk edirdi. Buna görə də ordu bu silahları götürüb özü istifadə edəcək söhbəti əslində həm İsrail, həm də Amerika tərəfindən rədd edilir və onlar bunu açıq şəkildə bildirirlər. Beləliklə, bu silah öz funksiyasını yerinə yetirmək əvəzinə məhv edilir. Halbuki müqavimət həmişə deyirdi ki, silahın yeganə vəzifəsi İsrailə qarşı müqavimətdir. Bu silah heç vaxt daxilə yönəlmiş silah olmayıb. Müqavimətçi gənclər bu torpağı qorumaq və işğaldan azad etmək üçün canlarını və qanlarını ovucularının içində daşıyırlar. Buradan bir daha vurğulayırıq ki, silahın təhvil verilməsi məsələsi ordunun silahlanması üçün deyil. Əksinə, həmin silah məhv ediləcək və heç bir şəkildə düşmənə qarşı istifadə olmasına imkan verilməyəcək. Şükran. Bu mövzuda axırıncı bir sualımı da soruşum, digər bir mövzuya keçək. Siz buyurduğunuz çox açıq, aydın və aşkar bir məsələdir və heç bir şübhə yoxdur ki, bu İsrail və Amerika tərəfindən olan bir fitnədir və orada istəyirlər ki, Livanı və xalqını bir yerdə utsunlar. Və ona görə də indi soruşmaq istəyirəm ki, müqavimət öz xalqı tərəfindən dəstəklənir buna görə, çünki o ərazi bütövlüyünü və bu xalqı və bu xalqın yaşayışını və gələcəyini qoruyur. Bu onlar dəstəkləyirlər, yoxsa xalqın içində də, yəni onların media savaşları, psixoloji savaşları nəticə verib və aldadıblar xalqı. Hansıdır? Bildiyiniz kimi Məhəmməd müəllim və hörmətli tamaşaçılar da bilir ki, dünyanın heç bir ölkəsində müqavimət tam yekdilliklə qəbul olunmayıb. Həmişə fikir ayrılığı olub. Bəzilər deyib düşmənlə barışın və s. Livanda əvvəllər belə bir söz də vardı ki, göz bizlə müqavimət apara bilməz. Yaxud başqa bir məşhur fikir vardı. Livanın gücü onun zəifliyindədir. Yəni biz kiçik bir ölkəyik, qarşı tərəf isə böyük və dəstəklənən bir gücdür.
Buna görə də gedək müəyyən razılaşmalar edək, Ərəb Liqasına və başqa qurumlara arxalanaq. Amma bunların heç biri reallıqda Livanı qorumadı. Hətta BMT Təhlükəsizlik Şurasının 425 saylı qətnaməsi kimi haqlı qərarlar da qəbul olundu. Amma heç kim onları tətbiq etmədi. O qərarları faktiki olaraq müqavimət həyata keçirdi və 2000-ci ildə İsrailləri çıxardı. Burada bir məqamı vurğulayaq. Keçmişdəki bir çox müqavimət hərəkatlarında olduğu kimi, burada da tam bir fikir birliyi olmayıb. Biz deyirik ki, müqavimət öz legitimliyini işğalçının mövcudluğundan alır. Yəni, işğalçı varsa, həmin torpağın insanlarının silahlanıb onu qovması təbii bir reaksiyadır. Müqavimətin legitim olmaq üçün hökumət bəyanatına və ya hansısa tərəfin təsdiqinə ehtiyacı yoxdur. Xüsusilə də həmin ölkənin ordusu mülki insanları qoruya və düşməni qova bilmirsə. Livan bildiyiniz kimi müxtəlif tayfalardan ibarət bir ölkədir. Şiələr, sünnilər, duruzlar, maronitlər, protestantlar, katoliklər, ermənilər və başqa dini qruplar var. Təxminən 5 milyon əhalisi olan kiçik bir ölkədir. Bundan əlavə, Fələstinli qaçqınlar və Suriya müharibəsindən sonra gələn Suriyalı köçkünlər də var. Müqavimət layihəsinə inanmayan və İsraili düşmən hesab etməyən qruplar bəzən Misir və İordaniya ilə olan müqavilələr misal göstərirlər. Deyirlər ki, onlar İsraillə razılaşdı və müharibələr bitdi. Niyə siz də belə etmirsiniz? Biz isə deyirik ki, İsrailin təcavüzkar niyyəti açıqdır. O sadəcə yaşamaq istəmir, işğal etmək istəyir. Bugün Misiri işğal etməyə getməsə də, əvvəllər müqavilələr nəticəsində Sina azad olundu. Amma bunun əvəzində həmin ölkələr müəyyən nəticələrə məruz qaldılar. Bugün İsrail açıq şəkildə deyir ki, burada yaşayış məntəqələri qurmaq istəyir, torpaqları işğal etmək istəyir, silahsız zonalar yaratmaq istəyir. Hətta indi artıq həmin bölgələri əhalisiz görmək istəyir. 2000-ci ildən əvvəl sərhəd bölgələrində işğal və Ləhdi ordusu adlı agent qüvvələr vardı. İnsanlar yaşayırdı. Amma indi İsrail sərhəd kəndlərini sistemli şəkildə dağıdıb. Evləri elə məhv edib ki, insanlar geri qayıtmağa ümid belə etməsinlər. Deməli, onların layihəsi aydındır. İşğal etmək, hər şeyi dağıtmaq və sonra müqavimət tənliyi ortadan qalxarsa, yeni məskunlaşmalar qurmaq. Onda İsrailin qarşısını kim alacaq? Amerika? Kim? Bu həqiqət aydın olmalıdır. Livanda bəzi qüvvələr, təəssüf ki, hakimiyyətdə olan bəzi dairələr də silah yalnız dövlətin əlində olmalıdır fikrini müdafiə edir və bunun çıxış yolu olduğunu deyirlər. Amma biz onlara cavab veririk ki, müqavimət atəş açmadığı 15 ay ərzində belə İsrail razılaşmanı pozur, bombardman edir və insanları öldürürdü. Bu, İsrailin nə razılaşmaya, nə də müqaviləyə əməl etmədiyini göstərən canlı nümunədir. Daha neçə nümunə lazımdır. Buna görə də burada tam bir fikir birliyinin olmaması təbiidir. Müqavimət isə bütün bu çətinliklərə və qarşıdurmalara dözməyi öz üzərinə götürdü. Bugün müqavimət həm hökumətdə, həm də parlamentdə mövcuddur. Bəziləri belə bir təbliğat aparmağa çalışır ki, güya Hizbullah terror təşkilatıdır. Biz onlara deyirik, necə terror təşkilatı ola bilər ki, Livan hökumətində nazirlərlə təmsil olunur və qanunverici orqan olan parlamentdə yer alır. Müqavimətin hökumət və parlamentdə qalmasının səbəblərindən biri də budur ki, ona qarşı bir tərəfli qərarlar verilməsin və onu siyasi olaraq təcrid edə bilməsinlər. Deməli, müqavimət Livanda mövcuddur. Parlamentdə var, hökumətdə var və böyük bir xalq dəstəyi var. Bəzilər deyir Livan xalqının 1/3-ni, bəziləri isə yarısından çoxunu təmsil edir. Hər halda bu, Livanın böyük bir ictimai təbəqəsidir. Heç kimin bu toplumu yox saymağa, sıxışdırmağa və ya köçürməyə haqqı yoxdur. Təəssüf ki, bəzi Livanlılardan çox təhlükəli sözlər də eşidirik. Onların vətəndaşlığını alın, qovun, qoy İsrail gəlib onları məhv etsin. Bu çox ağır və utanc verici bir yanaşmadır. Özünü suverenlik tərəfdarı sayan biri bunu necə deyə bilər? Özünü vətənpərvər adlandıran biri öz vətəndaşları haqqında necə belə danışa bilər? Bu cür mövqelər açıq şəkildə Amerika və Qərb dairələrinə bağlılığı göstərir. Çünki bir tərəfdən müstəqillik və suverenlik deyirlər, digər tərəfdən isə xarici təzyiqlərə boyun əyib milli birliyə və ortaq yaşayış prinsipinə zərbə vuran açıqlamalar verirlər.